Bir də languages cəmdədir və ümumi mənadadır deyə boş qoymalıyıq. Most people, most isimlə birləşəndə boş qoyuruq, cavab olur C variantı. 2-də I don't usually have lunch boş olmalıdır, yemək adı. A good breakfast artiklı ilə olur, çünki yemək adlarının qabağında təyin gələndə artiklı qəbul edə bilər. Cavab olur C variantı. 3-də Paris boşdur. United Kingdom birləşmə şəklindədir. Z qoyuruq. Fransa boşdur və cavab olur C variantı. 4-cü sualda grey hair sayılmır deyə boş olmalıdır. Cotton trousers cəmdir, yenə də boş qoyuruq. Red shirt sayılan təksimdir, artiklı qoyuruq və cavab olur Y variantı. 5-də some of the strangest animals üstünlükdə Z qoyuruq. In the world, world ilə avtomatik Z ilə işlənir. Avstraliyadakı ölkə, nə bilim, materik adı da boşdur və cavab olur B variantı. İşlənir həmişə. 6-cı sualda deməli of görülürsə, ofdan o tərəfə baxmırıq. North cəhətdir, Z ilə işlənir. England boş işlənməlidir. Deməli Z, sonra boşluq. Most houses boş olmalıdır, çünki most yadınızda saxlayın. Most sifətlə yanaşı gələndə Z qəbul edir. Amma isimlə yanaşı gələndə Z qəbul eləmir. Deməli burada boşdur. Made of stone da boşdur, çünki made of nəsə olanda o isim artiklsız işlənir həmişə və cavab olur C variantı. 7-ci sualda I love old furniture. Burada furniture sayılmayan isimdə özə dəqiq verilmir. Sadəcə köhnə mebel, qədim mebel nəzərdə tutulur deyə boş olur. But I need advice sayılmayan isimdə boşdur. From a specialist. Specialist mütəxəssisdir, sayılan təksimdir deyə artiklı qoyulur və cavab Y variantıdır. 8-ci sualda deyir, Danny baxdı evə. Evə baxdısa, deməli o konkret dəqiq bir evə baxdı da, gözünün qabağındadır the house. Sonra orada deyir bir sifət gördü də, bir insan özü gördü. Təbii ki, o üz onun üçün qeyri-məlumdur. Ona görə artiklı olur. In the window. Ev dəqiqdirsə, təbii ki, onun sifəti gördüyü pəncərə də dəqiqdir. Ona görə the windowdur. Of the dining room. Yəni filan otaq, otaq da dəqiqdir də, ona görə də orada da Z variantı olur və cavab olur Y. 9-da English dil olsaydı boş olardı, amma burada xoşlamaqdan söhbət getsə deməli insanları deyir, ona görə də millət Z ilə olur. The English don't like, ingilislər sevmirlər hard winter, deməli winter nə deyirlər, fəsillər tək başına olsa boş olur. Hansı ilin fəslini deyəndə Z olur, qabağında təyin olanda artiklı qəbul edir. A hard winter with a lot of snow sayılmır boş, frost sayılmır boş və cavab olur D variantı. 10-da most people isimlə birləşibdir, most boş olmalıdır. To have a rest, belə hazır birləşmədir, to have a rest. Və hard work sayılmayan isimdir, boş olur və cavab oldu Y variantı. 11-də go to the theater olmalıdır, çünki arası gedirsənsə, gəlirsənsə o müəyyəndir. İkinci tərəfdə isə ayda bir dəfə, ildə 2 dəfə, yəni hərəkətin tezliyini bildirəndə en artiklı işlənir. Once a month. Və cavab olur A variantı. 12-ci sualda Green soyadı və cəm olduğu üçün ailəni bildirir və bu halda Z işlənir. London şəhər adı boşdur. Otellər də Z ilə işlənir deyə The Hilton Hoteldir və cavab olur D variantı. Bunu hamısını məkanların daha dəqiq nə ilə işləndiyini TQDK-nın qaydasından oxuya bilərsiniz. Çünki internetə baxanda onların əksəriyyəti artiklsız. Məsələn, Hilton Hotel artiklsız tamamilə verilir bütün internet məkanında. Amma ki, yəni qayda budur ki, Z ilə işlənir və TQDK-da da qeyd olunubdur bu. 13-də the highest mountain üstünlükdür, Z artiklı olmalıdır. The world avtomatik Z-dir. Sonra burada Everest boşdur. Asia da boşdur. Everest bir dağ pikinin adıdır deyə boşdur. Asiyada ölkələrdir, materiklərdir, qitələrdir. Bunlar boş olmalıdır və cavab olur B variantı.
14-cü sualda hamısı boş olur. Çünki deyir ki, pullar yaranmazdan əvvəl insanlar malları dəyişirlər, yəni real əşyalar dəyişirlər, bir-biri ilə əvəz-əvəzə verirdilər. Burada pulu heç bir şey dəqiqləşdirmirsən, özdə sayılmır deyə boş qoyursan. People cəmdir, the article da vermək olmaz. Çünki dəqiq hansı insanlara yox, ümumiyyətlə insanları nəzərdə tutursan. Goods da burada cəmdir. Hər halda en qoymaq olmaz və həm də ki, ümumiyyətlə hər hansı malları nəzərdə tutur da, indi konkret bir şeyi nəzərdə tutmur cümlədə. Bütün isimlər ümumi mənadadır, ona görə üçü də boş olur. 15-ci sualda deməli The Sahara is a great desert olmalıdır. Çünki desert sayılan tək isimdə artiklı qoyduq. İkinci boşluqda Afrika, materik falan adları boş işlənməlidir, boş qaldı. Sonra extending from the Atlantic Ocean to the Nile. Çünki okeanlar, dənizlər, çaylar Z ilə olur və cavab olur C variantı. 16-da yemək adları, yəni özləri tək başına olanda heç bir artikel olmur. Have breakfast. Morning, evening, afternoon həmişə Z ilə olur da. In the morning, in the evening, in the afternoon. Yemək adlarının ancaq qabağında təyinici söz gələndə artikel işlənə bilər. 17-ci sualda ən asan yeri axırıdır. A lot of sand. Yəni ki, artiklı və boşluq. O da olur B variantı. Niyə? Biz deməli quantifier-dən öyrənmişik ki, a lot of ifadəsi də bu artiklı olmalıdır və a lot of, lots of, plenty of bu kimi sözlərdən sonra qətiyyən artikl gəlməz də. Heç vaxt Z falan gəlmir. A lot of sand. Və sonra da birincilərdə niyə boş qalır? Deyir ki, səhrada su az olur. Səhralar deyəndə ümumi mənada səhraları nəzərdə tutur və cəm isimlər ümumi mənada olanda boş işlənir və suyun da azlığı mənfi mənadadır deyə boş olur. Çünki biz quantifier-dən öyrənmişik ki, a little daha müsbətdir, amma little mənfidir. Yəni B variantıdır. 18-də Alps cəmdədir, sıra dağlarda Z artiklı olur. A good place sayılan tək isimdir deyə qoyuruq. İkinci tərəfdə isə like skiing, gerundu boş işlənir və cavab olur C variantı. 19-cu sualda deyir ki, mətbəxin qapısı və ya mətbəxə aparan qapı niyə açıqdır? Əgər belə bir sual verirsənsə, deməli sən mətbəxi də dəqiqləşdirdin, qapını da dəqiqləşdirdin də. Çünki hər hansısa belə nəzərimizdə, xəyalda tutduğumuz bir şeydən danışmırıq ki, mən deməli deyirəm, niyə qapı açıqdır? Deməli, qapını da bilirəm, hansı qapıdır, haraya gedən qapı olduğunu da göstərin. Deməli, ikisi də müəyyəndir bizim üçün və ikisinə Z artiklı verirsən və D variantı olur. 20-ci sualda cotton sayılmayan isimdir deyə boş götürülür. Yəni orada hansısa pambığı dəqiq nəzərdə tutulmur. Ümumiyyətlə pambıq deyilir və cəhət adı da Z ilə işlənirdi. Düzgün cavab Y variantıdır. Sualda health ümumi mənada nəzərdə tutulur, sağlamlıq özdə sayılmayan isimdir deyə boş qoyulur. First sıra sayı Z ilə verilir, is the first thing. Must sayılan tək isimdir, E artiklı olur və cavab olur B variantı. 22-də breakfast, yəni yemək adlarıdır. Heç bir təyinici yoxdur, boş işlənməlidir. İkinci tərəfdə in a hurry. Bu sabit birləşmədir. Bunu hələ sözündə də öyrənmişik. In a hurry və cavab olur B variantı. 23-cü sualda deyir, burada qızıldan düzəlib, təbii ki, boş buraxır. Çünki metal adlarına nə lazımdır ki, artikl qoymaq. Made of gold belə artikl sözü işlənir. No, it's a very simple ring, artikl olur. Çünki ring sayılan tək isimdir. Və yenə də axırıncı hissəsində made of iron, burada da metal adı deyə boş olur və cavab C olur. Deməli, 24-cü sualda I bought a stamp olur. Çünki nəyisə alanda o sadəcə qeyri-müəyyən formada olur. Artikl olur birincidə, postcards da qeyri-müəyyəndə sadəcə cəmdə olduğu üçün boş qoyulur. Və put
The postcards bir ismin adı ikinci dəfə çəkiləndə o dəqiqləşir deyə Z artiklı qoyulur və cavab olur D variantı. 25-ci sualda sırf sıra saydı deyə Z ilə verilir və sağa sola irəli geri sözləri Z ilə işlənir. Ona görə də düzgün cavab C variantıdır. 26-cı sualda birinci boşluq elə boş qalmalıdır. Çünki no əvəzliyi özünə sonra qətiyyən artikel qəbul edə bilməz. İkinci tərəfdə isə nearest üstünlük dərəcəsində DZ olur və düzgün cavab B variantıdır. Boşluq və 27-ci sualda it's a pity. Pity həmişə A ilə işlənir. I like living in this house. Bu evdə yaşamağı evi dəqiqləşdirdik və evin bağından danışırıqsa, yəni konkretləşdirmişik də this house bu ev deyirsə, onun bağı da müəyyəndir deyə burada Z olur. Deməli E və Z D variantındadır. 28-də təksi sayılan təksimdir, qeyd sayılan təksimdir, mən sayılan təksimdir, code da sayılan təksimdir. Yəni bunların heç birinin qabağına boş qoymaq olmaz. Ona görə də cavab olacaq Y variantı. A taxi stop at the gate. Mən bir taksinin dayandığını gördüm. Yəni taksini ilk dəfə idi görürdüm. O mənim üçün qeyri-müəyyəndir. At the gate qapıda dayandım. Deməli o qapı, darvaza, hər nədirsə məkandır, bildiyim yerdir. Yəni gözümlə görmüşəm orada dayandığını, ona görə Z olur. Young man, yəni o taksini tanımıramsa onun içindəki adamı da tanımayacağam da. İlk dəfədir görürəm. Ona görə qeyri-müəyyənlik verirəm. In a grey coat-da insanın geyimini danışanda nə geyinibsə, onu E artiklı ilə veririk. Onu müəyyənləşdirmə, ilk dəfədə müəyyənləşdirməyə ehtiyac yoxdur. 29-cu sualda do you know the Wilsons olmalıdır. Çünki soyaddır və cəmlənimsi ailəni bildirir və bu halda Z artiklı olmalıdır. Bunu isimdən bilirik. They are from a small town olmalıdır. Çünki town sayılan və tək isimdir. E artiklı qoyuruq. In the north cəhət adıdır. Scotland isə boş olur, çünki ölkə adıdır və cavab olur B variantı. 30-cu sualda highest üstünlük dərəcəsinin sifətidir. The highest mountain in the Alps. Deməli, dağ silsilələri falan hamısı Z ilə olur. Özdə dağ silsilələri diqqətli olun ki, cəmdə olur. Deməli, 2 dənə Z ard-arda gəldi. Is Mont Blanc. Və deyir ki, yəni Alplarda ən hündür dağ Mont Blanc'dır. Yəni başa düşürük ki, bu bir dənə zirvədir. Bir zirvə olan şeylər boş işlənir və cavab olur Y variantı. 31-ci sualda tenis oyunundan söhbət gedir. Təbii ki, sayılmayan olduğu üçün E artiklı ola bilməz, D variantı çıxır və ümumiyyətlə oyun adlarından söhbət gedəndə, yəni Z artiklı da lazımdır. Sadəcə boş olsun. Tennis is my favorite sport. I like it. I play twice a week. Yəni həftədə neçə dəfə, ayda neçə dəfə, ildə neçə dəfə, kilosu neçəyədir, litri neçəyədir. Bu bütün ölçü vahidləri EN artiklı ilə verilir. Ona görə də a week olur. But I'm not a good player. Çünki player sayılan təksimdə E artiklı olur. Cavab olur Y variantı. 32-ci sualda an old house olmalı, çünki sayılan tək isimdir və saytla başlayır old, ona görə orada an qoyuruq. İkinci tərəfdə with a beautiful garden, o da sayılan tək isimdir, E qoyuruq. İkinci cümlədə isə yenə də E artiklı olur, garden sayılan tək isimdir. Orada niyə garden ikinci dəfə çəkilən dizi olmur? Çünki orada sadəcə arzusunu bildirir ki, mən də belə bir bağ istəyərdim, belə bir bağ, like that, belə bir deməkdir, bunun kimi. Ona görə də garden orada qeyri-müəyyəndir. O sadəcə təsviri cümlədir. Ona görə orada da E artiklı yenidən təkrarlanmalıdır və cavab C variantıdır. 33-cü sualda the people of England olur. Çünki England ölkədir deyə boş olur və onun xalqı da dəqiqdir deyə the people olur. Həmişə Z ilə işlənir. Və axırıncı boşluqda da the English. İngilislər. Biz axı demişik ki, boş işlənəndə, tək başına işlənəndə dil olur. Z ilə işlənəndə millət olur. Ona görə də Z boşluq Z. Və cavab olur C variantı. 34-də a loaf of bread E artiklı, sonra boşluq olmalıdır. Sonra a pound of butter, yenə də numerativə E veririk, sayılmayanı boş qoyuruq və cavab olur B variantı.
35-ci sualda biz konkret bir adamı təsvir edirik və kimisə, nəyisə təsvir ediriksə, o isim bizim üçün dəqiqdir ki, onu biz təsvir edirik. Ona görə zəmməni veririk. Ice cəmisimdir deyə boş veririk. Yəni təsvir edərkən təsvir etdiyimiz o nələrdirsə, onlar artıq qeyri-müəyyən formada veririk. Təbii ki, cəmdirsə qeyri-müəyyəni boş olur. Nose silent təqsimdə e artikli olur. Mouse silent təqsimdə e artikli olur. Buna görə C variantı da düzgün cavab. 36-cı sualda deməli China ölkə adıdır deyə boş olur. Great Wall böyük Çin səddidir. Yəni o belə bir tarixi abidədir və Z ilə verilməlidir. O mütləq Z ilə işlənir və ona görə də cavab D variantıdır. 37-ci sualda, yəni deməli ölkə adlarına şəkilçilər qoşularaq o milləti də bildirə bilər, dili də bildirə bilər. Dili bildirəndə artiklsız olur. Milləti bildirəndə artiklnan olur. Məsələn, German deyəndə Alman dili, the German deyəndə Almanlar deməkdir. Amma dil sözünün yanına language gələndə language özü ilə Z gətirir. İndi burada language yoxdur deyə German'ın yanında language yoxdur deyə German'ı boş qoyuruq. İkinci boşluqda isə language sayılan tək isimdir deyə E artikli qoyuruq və cavablar Y variantı. Alman dili çətin bir dildir. İndi burada da E artikli bir kimi götürülür. Bir kimi tərcümə olunur mənası. 38-ci sualda furniture sayılmayan isimdir deyə boş qoyulur. Deməli, drawing room artıq hansısa otaq üçün almışamsa bu mebeli, deməli o otaq mənim üçün müəyyəndir. Ona görə Z qoyuruq. Çünki qeyri-müəyyən bir otaq üçün mebel ala bilmərik. Müəyyən otaq üçün mebel ala bilərik. Sonra ailəm gəlməzdən əvvəl ailəm də mənim üçün dəqiq və müəyyəndir deyə orada da Z olur və cavab olur D variantı. 39 deyir ki, bizim yaşadığımız ev dəqiqləşdirmişik deyə the house veririk. Və bu evin bir bağı var imiş. Burada təsvir edirik. A garden qoyuruq və cavab olur C. 40-da dinner, yəni boş verilməlidir, yemək adıdır, tək başına işlənibdir. He is eating soup, sayılmayan isimdir, bread, sayılmayan isimdir və cavab olur C variantı. Hamısı boş olmalıdır. Əgər yemək adının qabağında bir təyin olsaydı, onda deyərdik ki, en artikli ola bilərdi. Birinci sualda İspaniya ölkə adıdır deyə boş olur. Western Europe boş olmalıdır. Çünki yadınızda saxlayın, cəhət adları tək başına işlənəndə və ya ofla birləşəndə onda Z qoyulur. Amma ki, ofsuz birləşəndə, erin şəkilçisi qəbul edib sifətləşəndə orada təbii ki, artikl olmur. Çünki sifət rolundadır və Avropa artiklsız işlətdiyi üçün burada da boş qalmalıdır. Ona görə düzgün cavab D variantıdır. 42-də. Deməli, house sayılan tək isimdir. Onun qabağını boş qoymaq olmaz. Deməli, C ilə D variantı səhvdir. Wall sayılan tək isimdir. Yenə də onun qabağını boş qoymaq olmaz. Yəni, B variantı da səhvdir. Towers cəmdir. Onun qabağında E artikli ola bilməz. Deməli, A variantı səhvdir. Və cavab olur Y variantı. The house was very big. Həmin ev çox böyükdür. Yəni, artıq burada ev barədə əlavə məlumat verirəm. Deməli, müəyyənləşdirirəm. It had tall towers and a nəsə beautiful and wall. A wall. Əsas odur ki, towers cəmdə boş qoyduq. Yəni, E artikli qoymadıq. 43-də George Washington adam adıdır, boş qoyacaq. Deməli, A ilə B səhvdir. He is the first, o sıra saydı Z olmalıdır. The first president of Z United States. Cavab olur D variantı. 44-cü sualda deyir ki, isimlər əşyaların adlarıdır. İsimlər deyəndə dəqiq isimlər yox, ümumiyyətlə bütün, yəni qrammatikadakı isimlər nəzərdə tutulur və ümumi nəzərdə tutulanda boş qoyulur. Sonra things əşyaların adlarıdır deyəndə dəqiq hansı əşyaları yox, ümumiyyətlə dünyadakı bütün əşyaların adı isim hesab olunduğu üçün orası da boş qoyulur. Və isimlər həmin o əşyalar məhz adlarıdır. Əlamətləri deyil, hərəkətləri deyil, nə bilim, başqa nələrisə deyil.
məhz onların adıdır və dəqiqləşdirmişik ki, hansı cəhəti olduğunu dəqiqləşdirdiyimiz üçün Z artikli qoyuruq. Are the names. Məhz adlarıdır, başqa şeyləri deyil. Ona görə də cavab C-dir. 45-də The Atlantic Ocean su hövzəsidir, Z ilə olmalıdır. Small boat, balaca bir qayıq, sayılan tək isimdir. Qabağında təyin edici var, E artikli ilə olacaq və cavab olur C variantı. 46-cı sualda deməli, piano almışıq sayılan tək isimdir deyə E artikli olur. İkinci tərəfdə isə play musiqi aləti ilə olanda mütləq Z ilə işlənir. Ona görə düzgün cavab C variantıdır. Və burada da bir şey qeyd edim ki, play idman adları ilə olanda boş işlənir, amma play musiqi alətləri ilə olanda Z ilə işlənir. 47-də sözündə öyrəndiyimiz ifadələr də on the way to. Ona görə də Z qoyuruq birinciyə. İkinci boşluqda a small village sayılan tək isimdir və qeyri-müəyyənliyi bildirir. Yəni mənaca görürük ki, hansısa bir kəndin içindən keçdik. Ona görə E artikli qoyuruq. Üçüncü boşluqda isə yenə də o qeyri-müəyyən yerdə bir church kilsənin yanından keçib getmişik. Old-dakı saytla başlayır. Ona görə an old church qoyuruq və cavab olur B variantı. 48-də this morning I had boiled eggs. Cəmdir, boş buraxırıq. And coffee salmır, boş buraxırıq. For breakfast yemək adıdır, boş buraxırıq. Cavab olur D variantı. 49-cu sualda deməli, dil adlarının yanında language sözü gələndə mütləq language sözü ilə Z gətirir. Deməli, birinci boşluğa Z qoyuruq. Sonra British Isles mütləq Z ilə işlənir. Sonra in the middle of, middle həmişə Z ilə işlənir. Fifth isə sıra sayıdır, o da Z ilə olur. Deməli, bütün boşluqlarda Z olmalıdır və cavab A-dır. 50-ci sualda deməli, çörək kündələri deyək də, belə loaf sözü bizdə təxminən kündə kimi gedir. Flour demə. Bunların bread və flour sayılmır, orada boş qoyuruq. Loaves-dakı o da sayılan cəm isimdir. Amma bir şey fikir vermək lazımdır. Burada çörək, kündə və un heç biri dəqiq deyil. Bu sadəcə dünya reallıqlarını əks etdirən bir cümlədir ki, çörək undan hazırlanır. Çörək kündələri undan hazırlanır. Ona görə də burada heç bir şey müəyyən deyil. Heç birində Z artikli ola bilməz. Və qeyri-müəyyəndirsə, təbii ki, qeyri-müəyyəndirsə, cəmlər boş, sayılmayanlar da boş olur. Ona görə də cavab D variantıdır. Birinci sualda Smith ailə soyadıdır. Ona görə də Z artikli qoymalıyıq orada. O da onu isə hansısa bir sinemanın adıdır deyə Z artikli qoyuruq orada. Və filmimizi niyə boş buraxırıq? Çünki deyir ki, ümumiyyətlə, usually, yəni ümumiyyətlə Smithlər o dövrdə filmlərə baxırlar. Burada heç bir filmi dəqiq nəzərdə tutmuruq ki, ümumiyyətlə deyir, filmlərə gedib baxırlar və ümumi olanda ora qeyri-müəyyənli artikli qoyula bilər. Təbii ki, film cəmdir deyə ora heç nə qoymuruq. Çünki filmimizin qabağında EN artikli qoya bilmərik. Ona görə də boş qalır və cavab C olur. 52-ci sualda qalereya falan adları Z ilə olur. The National Gallery and the Tate Gallery are famous all over the world. Deməli, hamısı Z oldu və Y variantıdır cavab. 53-də on the way. Həmişə Z ilə işlənir də, on the way. Axırıncıda Z olmalıdır. If you, yəni E artikli qəbul eləyir, şirniyyata sərf eləyirmişlər deyir. Sweets burada cəm isimdir və konkret olaraq hansı şirniyyat olduğu, yəni ümumi mənadadır deyib boş qoyuruq. Və hansısa, bax, burada bu hadisəni təsvir edirik ki, uşaqlar. Deməli, bizim nəzərdə tutduğumuz uşaqlar bizim üçün müəyyən uşaqlardır. Biz konkret hansısa gözümüzün qabağında canlandırdığımız uşaqlar barədə bu məlumatı veririk ki, uşaqlar məktəbdən qayıdanda şirniyyat alırmışlar. Ona görə də Z children olur və cavab olur D variantı. Əlli dördüncü sualda
Deməli, bread, newspapers ikisini də boş qoymalıyıq. Çünki bread sayılmayan isimdir. Newspapers isə cəm isimdir. Yəni orada istər çörək, istərsə də qəzeti biz orada dəqiqləşdirmirik də. Ümumi mənada deyirik ki, bu dükanda demək olar ki, hər şey satılır. Çörəkdən tutmuş qəzetlərə qədər. Və bu dükanda deyiriksə, yəni filan yerdə satılır. O məkan bizim üçün dəqiqdir. Ona görə sizə shop verməliyik. Və cavab olur D variantı. 55-ci sualda deyir ki, these days, müasir dövrdə həyat işsizlər və qocalar üçün çətindir. Həyatı ümumi mənada nəzərdə tutur ki, həyat çətindir. Ona görə də life-a boş qoymalıyıq. Life-da heç bir article olmamalıdır. Sonra unemployed sifətdir və sifətlər isim rolunda işlənəndə artıq z artiklı qəbul etməlidir. Old da eyni ilə işsizlər z, unemployed, qocalar z, old. Ona görə düzgün cavab B variantıdır. 56-cı sualda nice house sayılan tək isimdir. A nice house veririk. Birinci boşda E artiklı. Big rooms cəmdir. Boş qoyuruq. Back windows onun arxa pəncərələrini nəzərdə tuturuq. Evin daha dəqiq yerlərindən toxunuruq deyə müəyyənləşir və Z back windows deyirik. Look over the park. Parka tərəf baxır. Yəni artıq məkanı falan bizim üçün dəqiq deyə Z qoyuruq. Yəni asan yerə belədir ki, nice house sayılan tək isimdir deyə E artiklı qoyuruq. Big rooms cəmdir deyə məsələn C variantı səhvdir, orada E ola bilməz və dərhal da B variantı çıxır cavab. 57-də Christmas bayram adıdır, boş olacaq. Deməli, aynen C səhvdir. Shop windows cəmdir. Burada E artiklı olmaz. D variantı getdi. Are decorated with lights cəmdir. And toys cəmdir. Lights and toys ikisi də eyni şeydir. Həmcins üzvdür. Ya ikisində artiklına vermək lazımdır, ya ikisində boş buraxmaq lazımdır. Birini elə, birini belə verməyəcəyik. Ona görə də B variantıdır düzgün cavab. All the shops, all the ilə birləşə bilər axı isimlə. With lights and toys işıqlarla, oyuncaqlarla bəzədilibdir. İşıq və oyuncaq həmcinsdir. Ona görə ikisi də bərabər olmalıdır artikl cəhətdən. 58-ci sualda the invention of paper olmalıdır. Yəni ki, birincidə C, ikincidə boşluq. Niyə? Çünki kağızın ixtirasından danışılır. Kağız burada qeyri-müəyyəndir və sayılmayan isimdir deyə boş olur. Ümumi mənada nəzərdə tutulur kağız və invention niyə Z ilə olur? Çünki ixtira deyəndə dəqiq bir şeyin ixtirasını nəzərdə tuturuq deyə ixtira bizim üçün müəyyəndir. Sonra an important part sayılan tək isimdir deyə an article qoyuruq və axırıncıda da kitabları ümumi nəzərdə tuturuq. Yəni kitabların inkişafında rol oynadı. Yəni demirik ki, iminlə bu kitablar ya o kitablar ümumiyyətlə kitablar nəzərdə tutulur deyə qeyri-müəyyəndir və cəm isim qeyri-müəyyən olanda o boş qalır təbii ki. Orada en qoya bilmərik ki. Ona görə düzgün cavab Y variantıdır. 59-cu sualda deyir ki, çox illər əvvəl çay Avropalılar üçün Avropada bilinməyən bir şey idi. Yəni çayı burada ümumi nəzərdə tuturuq da, dəqiqləşdirmir ki, ümumi mənada deyir, özdə sayılmayan isimdir deyə boş qoyuruq. Europe qitədir, materikdir, bunlar boş işlənir. Deməli, ikincidə boş qalır. So, drinking tea, çay içmək yenə də boş. In the east, cəhət adıdır deyə Z olur və cavab olur C variantı. 60-cı sualda görürük ki, biz bir heyvanı seçirik və onu təsvir edirik. Hər üç isim sayılan tək isimdir. Horse, animal və servant. Sonuncu ismimiz cəmdir. Təsvir cümlələrində heç bir isim dəqiq nəzərdə tutulmur. Çünki biz atdan, heyvandan, xidmətçidən danışırıqsa, onların heç biri dəqiq deyil. Çünki biz dəqiq atı nəzərdə tutmuruq. Ümumiyyətlə atları deyirik. Deməli, noble animal deyəndə, faithful servant deyəndə görürük ki, sifətli isimlərdir və sadəcə horse sözünü təyin etmək üçün işlədirik. Yəni təsvir etmək üçün təsvir cümlələrində həmişə qeyri-müəyyənli artikllar olur.
People isə cəmdədir, boş buraxırıq, çünki Z article qoya bilmərik. Z article qoysaq, dəqiq hansısa bir neçə insanı nəzərdə tutmuş olaraq, o da mümkün deyil. Bütün insanları nəzərdə tuturuq ki, at, yəni insanlar üçün çox əhəmiyyətli bir heyvandır. Ona görə də cavab Y variantı olur. Horse sayılan tək isimdir. E article qoyuruq, animal da sayılan təkdir. E article, servant sayılan təkdir. E article, people isə cəmdədir, boş buraxırıq. 61-ci sualda deməli, analar uşaqlarına danışır nağıllar. Burada analar, uşaqlar və nağıllar dəqiq deyil. Hamısı ümumi mənadadır və hamısı da cəm isimdir. Və əgər isimlər cəmdirsə və qeyri-müəyyəndirsə, təbii ki, onların hamısı boş olur. Orada biz en artiklı qoya bilmərik. Ona görə də düzgün cavab B-dir. 62-ci sualda I couldn't sleep at night olur. At night burada daha article olmur. Biz bunu söz önündə ifadələrdən də öyrənmişik ki, at night-la arasında heç bir article ehtiyacı yoxdur. Sonra in the morning, bunu da söz önlərdən öyrənmişik ki, in the morning, in the evening, in the afternoon Z ilə işlənir. Deməli, birinci boş, ikinci Z və ən axırıncıda da yeməklər bilirik ki, artiklesız olur, amma yeməklərin qarşısında onu təyin edən bir söz gələndə onda qeyri-müəyyən verilə bilər. A light breakfast, ona görə də düzgün cavab C variantıdır. Üçüncü sualda Atlantic Ocean, okeanlar, dənizlər, çaylar Z ilə olur. Birinci boşluğa Z veririk. Deməli, ikinci boşluqda by plane, by nəqliyyat vasitəsi ilə işlənəndə heç vaxt article qəbul edə bilməz deyə ora boş qalır. Few-dakı bilirik ki, the few deyilən bir şey yoxdur. A few ola bilər. Buna görə düzgün cavab C variantıdır. Dördüncü sualda qeyd etdiyimiz kimi most sifətlə birləşəndə Z qəbul edir, amma most isimlə birləşəndə heç vaxt Z qəbul etmir. Orada boşluq olmalıdır. Deməli, birinci boşluq elə boş qalmalıdır. Sonra full breakfast. Breakfast yeməklər artiklesla işlənir, amma qabağında təyin edici gələndə E artiklı, yəni qeyri-müəyyənlik qəbul edə bilər. Deməli, ikincidə E artiklı ola bilər. Ən axırıncıda isə yenə də yemək adıdır, amma burada artıq heç bir təyin edici yoxdur. Deməli, orada boş qalmalıdır. Ona görə də düzgün cavab C variantıdır. 65-ci sualda qalereya adları, muzey adları, bunlar Z ilə işlənir. Sonra unique collection, collection sayılan təksimdə E article qoyuruq da burada unique-in saytla yazılmasına baxmayaraq, sayt summit məsələsi ingilisində ancaq tələffüzə görə edilir, ancaq tələffüz yazılış yox. Unique-dəki Y samitlə tələffüz olunur deyə E article qoyulur və paintingsdə cəmdir, özü də müəyyən deyil, qeyri-müəyyən isimdir. Yəni, çünki orada şəkillər, rəsmlər kolleksiyası nəzərdə tutulur, rəsmlər dəqiq deyil. Ona görə də qeyri-müəyyən isimlər əgər cəm olursa, onlar boş buraxılır və cavab olur D variantı. 66-da birinci boşluqda Yaponiya ölkə adıdır, boş işlənir. İkinci boşluqda Simpsons insanlarda ailədir, cəmdədir, Z ilə veririk. 3-də isə deyir ki, bu Simpsonlar bizim bağımıza baxırmışlar biz Yaponiyalı olanda. Yəni, hansı bağ olduğunu dəqiqləşdirmişik. Ona görə də Z veririk və cavab olur C. 67-ci sualda knife sayılan tək isimdə a very sharp knife veririk E artiklı ilə və salatdakı sayılmayan isimdir. Ona görə də boş olur və cavab olur A variantı. Altmış 8-ci sualda oldest woman, ən qoca qadın üstünlük dərəcəsində Z artiklı veririk. Kənddəki ən qoca qadın, yəni kəndi burada dəqiq nəzərdə tuturuq da. Ağlımızda müəyyən olmayan bir kənddəki adamdan danışa bilmərik ki, ona görə 100% Z village olmalıdır və 100,000 million bunu saylardan öyrənmişik ki, bu sayların qabağında mütləq ən azından E lazımdır və ona görə də cavab olur Y variantı. 100. 69-da United States Z ilə olur, birləşmə şəklindədir və Kanada boş olur, bir ölkə adı kimi boş işlənməlidir və cavab olur D variantı. 70-ci sualda Olden Lights
on the New Year tree deyilməlidir. Yəni hər ikisi Z artikli olmalıdır. Çünki burada konkret hadisəni təsvir edir ki, qəflətən yeni il ağacındakı bütün işıqlar yandı. Yəni qəflətən artıq göstərir ki, dəqiq bir şey nəzərdə tuturuq ki, gözümüzün qabağında yeni il ağacı görürük. O bizim üçün dəqiqdir və onun üzərindəki bütün işıqlar. Ona görə də ikisi də Z olmalıdır. A variantıdır cavab. 71-ci sualda burada daş daha ağırdır nəinki odun, taxta, daş taxtadan ağırdır. Yəni burada dünya reallıqları danışılanda konkret olaraq hansı daş, konkret olaraq hansı odun nəzərdə tutulmur. Onlar ümumi mənada nəzərdə tutulur. Özü də sayal medisində deyə boş qoyulur və cavab olur B variantı. 72-də Rəşid Behbudovu dəqiqləşdiririk. Yəni insan adı verilir və sonra onun kim olduğunu deyəndə Zeynə verir. Çünki müəyyənləşdirmişik hansı adam haqqında danışırıq. İkinci boşluqda isə şəhər adı, ölkə adı olanda boş işlənir və cavab olur Y variantı. 73-cü sualda hər iki boşluq boş qalmalıdır. Çünki tərcümədən belə başa düşürük ki, həyat susuz qeyri-mümkündür. Həyat deyəndə ümumiyyətlə həyatımızı nəzərdə tuturuq, suyu da ümumiyyətlə nəzərdə tuturuq. Burada konkret olaraq kimisə həyatından və ya hansısa sudan danışmırıq. İkisi də ümumi mənadadır deyə boş qoyuruq və cavab olur Y variantı. 74-də a number of yoxsa the number of təbii ki, xəbərə baxmalıyıq. Bunu biz uzlaşmadan öyrənmişik. Has risen tək xəbər olduğu üçün the number of books götürürük və kitabxanadakı kitabları yeni müəyyənləşdirmişik, dəqiqləşdirmişik, dəqiq bir şeydən danışırıq deyə the library qoyuruq. Cavab olur A variantı. 75-ci sualda deyir ki, tələbələrə şans verilməlidir ki, öz sevdikləri fənni seçsinlər. Burada konkret olaraq hər hansı tələbələri nəzərdə tutmurdu. Ümumi olaraq təhsil alanları nəzərdə tutur deyə tələbələrə hər hansı artikl vermək olmaz da, xüsusən də müəyyənlik artiklı vermək olmaz. Çünki müəyyən tələbələri nəzərdə tutmursan burada və hər halda qeyri-müəyyənlik artiklı da vermək olmaz, çünki cəmdədir. Okay, birinci hissəni boş buraxırıq. Sonra chance sayılan tək kəsimdə deyə artiklı veririk və axırıncı tərəfdə they wanted to, istədikləri fənni görsən, fənni müəyyənləşdirmişik ki, hansı fənni, məhz istədikləri fənni, dəqiqləşdirdiyi fənni, ona görə də Z artiklı verir və beləliklə cavab C olur. 76-da plujun sayılan isimdə boş buraxacaq. Greatest üstünlükdə Z qoyacaq və cavab olur B variantı. 77-də deməli bu asan birləşməlidir. A cup of tea, a sandwich sayılan tək isimdir. Breakfast-da yemək adıdır, boş işlədirik. Deməli hansı oldu? A cup of tea, a sandwich, C variantı. – 78-ci sualda math lessons, riyaziyyat dərsləri ümumi nəzərdə tutulur deyə burada boş qoyulur. 5 times a week A artiklı olmalıdır. Həftə, gündə, ayda, ildə neçə dəfədən söhbət gedirsə biz orada mütləq qeyri-müəyyənlik artiklı qoyuruq və sonra da lessonsı dəqiqləşdiririk. Artıq ikinci dəfədə adını çəkirik deyə həmin dərslər saat 8-də başlayır. Yəni dəqiq olduğu üçün burada Z artiklı qoyuruq və cavab olur B variantı. 79-da deməli flat sayılan tək isimdir. A artiklı olmalıdır. A nice flat. It's a small room, yenə də sayılan tək isimdir. Two windows cəmdə boş buraxırıq. And a door sayılan tək isimdir. E qoyuruq və cavab olur B variantı. 80-ci sualda Şimali İrlandiya biz öyrənmişik ki, cəhət adları Erin qəbul eləyəndə boş işlənməlidir. Çünki sifət kimi olur. Northern Ireland boş qalır. Və oranın simvolunu deyiriksə dəqiqləşdiririk. The symbol of Northern Ireland is a shamrock. Shamrockdakı bitki adıdır, sayılan tək isimdir deyə E artiklı qoyuruq. Və cavab olur B variantı. 81-də I like history. Sayılan isimdir, boş veririk, elm adıdır. Sonra there is a history museum. Burada hocam muzeydir, sayılan tək isimdir, E artiklı qoyuruq. Yesterday the teacher took us to the museum. O muzeyin adını ikinci dəfə çəkirsən, dəqiqləşdirirsən, Z verirsən və cavab olur A variantı.
82-ci sualda we must learn languages. Biz dilləri öyrənməliyik. Dillər burada ümumi mənada nəzərdə tutulur və cəm isimdir, qeyri-müəyyəndir deyə boş işlənir. The English language, language sözü gələndə hansı dillərin yanında mütləq zeyni də gətirir özüylə. Sonra is a world language, dünyavi dildir. Burada language sayılan tək isimdir və onu biz təyin edirik, təsvir edirik deyə e-artiklı qoyulur və ən axırıncıda da dil adları language-siz tək başına işlənəndə artikl olmur. Ona görə də orada boş olur və cavab olur Y variantı. 83-cü sualda arm in arm, qol-qola, hand in hand, əl-ələ bu ifadələr ümumiyyətlə artiklsız işlənir. Bu frazeoloji ifadələrdir deyə boş olur və ən axırıncıda da an hour saat ilə tələffüz olunur deyə cavab D variantıdır. Səksən-dördüncü sualda Dickens'i dəqiqləşdiririk. Yəni həmişə yadınızda saxlayın. Yazıçılar, şairlər və hər hansısa məşhur insanlar barədə o vergüllə onun təyinini veririksə, hansı millətdən olduğunu veririksə, onu mütləq zeynə veririk. Çünki biz onu dəqiqləşdiririk. The famous English writer. Və axırda da sıra sayı ilə əsr verilib, sıra sayıları da əsrlər həmişə zeynə işlənir. Ona görə düzgün cavab Y variantıdır. 85-də Frans boş buraxırıq. Ölkənin adı tək başınadır. Sonra The North of Italy. Deməli, of-la əlaqə kəsildi. North burada özü isimdir. Və isim olduğu üçün də və cəhət bildirdiyi üçün Z olmalıdır. Italy yenə də Fransa kimi boş buraxılır və cavab olur C variantı. 86-cı sualda Alps sıra dağlardır. The Alps qoyuruq. Is covered with snow. Orası boş olur çünki sahimin isimdir və ümumiyyətlə deyir ki, qarla örtülübdür. Ona görə də boş olur. 87-ci sualda again göstərir ki, hadisə yenidən baş verib. Deyir ki, mən o insanla yenidən görüşdüm. Əgər yenidən görüşdüm deyilsə, deməli o insan artıq tanıyır. İkinci dəfədir, müəyyəndir. Z qoyuruq və ikinci boşluqda Z azadeydə növbəti gün deməkdir. Ona görə düzgün cavab B variantıdır. 88-ci sualda artikelləri EN artikellarını sözlərin tələffüzünə uyğun qoymaq lazımdır, yazılışına uyğun yox. Məsələn, ugly saitlə tələffüz olur deyə ən ugly düzdür. 2-də unhappy saitlə tələffüz olunur. Unhappy olmaz, ən unhappy olmalı idi, 2 səhvdir. 3-cüdə useless samitlə tələffüz olunur deyə ən useless olmazdı, useless olmalı idi. 4-cüdə untidy saitlə tələffüz olunur deyə ən untidy demək düzdür. Deməli cavab olur 1 ilə 4 B variantı. Həmişə tələffüzə uyğun qoymaq lazımdır, yazılış yox. 89-cu sualda an educated man bir düzdür. 2 səhvdir. European summitlə deyilir, ən olmaz. 3 an Eastern tradition düzdür. Saitlə deyilir. 4 excellent saitlə deyilir, ən olmalıydı. Ona görə də səhvdir. Cavab olur 1-3. Yəni D variantı. Həmişə deyilişlə götürmək lazımdır, yazılışla yox. 90-da görürük ki, hamısı H ilə başlayıb, amma təbii ki, bəzi sözlərdə H tələffüz olunmur, silent olur. Ona görə də biz həmişə artiklı tələffüzə görə qoymaq, yazılışa görə yox. Məsələn, honest sait kimi deyilir, an honest olmalıdır. Sonra historic H-dır, hospitable H-dır, amma honorary sözü saitlə deyilirdi, o da an artiklı olmalıydı. Ona görə də düz ancaq 3 ilə 4-dür. Oradakı H elə samit kimi tələffüz olunur deyə E artiklı qəbul eləyir. 91-ci sualda deməli artikel və isimlər. Həmişə yadınızda saxlayın ki, EN artiklını
sözün tələffüzünə uyğun qoymaq lazımdır. Yazılış yox, yazılış aldadıcıdır. İngilis dilində bilirik axı, söz bir cür yazılır, başqa cür deyilir. Ona görə də ancaq və ancaq tələffüz. Uniform samitlə deyildi, an artikli olmaz. Unit samitlə deyildi, artikli düzdür. İkini götürdük. Uncle saitlə deyildi, burada an olmalıydı. Umbrella saitlə deyildi, burada an düzdür. Union samitlə deyildi, y. Deməli, an olmaz. Düzgün cavab olur 2, 4, D variantı. 92-ci sual. Article və sözlər. İngilis dilində an artiklını sözün tələffüzünə uyğun qoymaq lazımdır. Qətiyyən yazılışa aldanmaq olmaz. Hour saitlə deyildi, an hour olmalıdır. Hunter samitlə deyilir, hunter düzdür. İkini götürdük. Hotel samitlə deyildi, düzdür. Götürürük. Üçü də cavab olur A variantı 2, 3. Host samitlə deyilir, an olmaz. Harvest samitlə deyilir, an olmaz.